Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bugün giriş segmentinin artıq illərdir sevilən siması olan elə bugündən də Azərbaycan bazarında satışa çıxmış Honor X8D barəsində danışacağam. Bildiyiniz kimi bu seriya ad olaraq sonda hərflərin dəyişməsi ilə davam eləyir. Ötən il X8C haqqında danışmışdıq. Bugün isə X8D-ni tam tərəfsiz dəyərləndirib yeni modeldə olan əsas dəyişimlər barəsində sizlərə məlumat verəcəm. İlk olaraq qiymətindən başlayaq. Smartfon bizim bazarda 128 və 256 GB olmaqla 2 daxil yaddaş seçimində satışa çıxır. Kiçik yaddaşlı versiyası 580, böyük yaddaşlı versiyası isə 650 manatdır. Təbii ki, şəbəkə mağazalarında nağd alış zamanı endirimlər də ola bilər. Biz isə bugün müqayisə aparacağıq ki, həqiqətən bu qiymətə X8D almağa dəyərmi? Dizayn baxımından X8C ilə müqayisədə X8D dəyişibdir. Əsas dəyişim də məhz kamera blokundadır. Çünki X8D X8C-yə yox, daha çox Honor 400 Lite modelinə bənzəyir. Əlavə olaraq bu model daha böyük ekranla yanaşı kənar tərəfində yeni süni intellekt düyməsinə sahibdir. Bu düymə iPhone-larda olan Action Button alternatividir. Hətta sizə deyim, ən az onun qədər funksionaldır. Bu düyməni bir dəfə sıxmaqla, 2 dəfə sıxmaqla və sıxıb saxlamaqla 3 fərqli əmri icra eləmək olur. Hətta düymənin funksionallığını təyin edən istifadəçi interfeysi də iPhone-a çox bənzəyir. Məsələn, bu düyməni sıxıb saxlamaqla Google-un Circle to Search ekran üzərindən axtarış imkanını işə salmaq olur. Yaxud üzərinə bir dəfə toxunduqda yeni qısa yollar menüsü açılır. Hansı ki, buradan RAM yaddaşını təmizləmək, ekran qeyd aparmaq, arxada olan fləşi yandırmaq və ya kalkulyatora sürətli keçid etmək kimi bir neçə funksionallıq yerləşdirilib. Başqa bir imkan isə macOS 10-la gələn bir yenilikdir. Xüsusiyyətin adı AI xatirələrdir. Bu, süni intellekt düyməsini 2 dəfə ardıcıl sıxanda işə düşür. Bunu bir növ ağıllı arxiv və ya yaddaş da adlandırmaq olar. Qarşınıza çıxan maraqlı yazı, məqalə, foto olduqda sadəcə bu düyməni 2 dəfə sıxıb onu süni intellektin yaddaşına yazırsınız və daha sonra həmin məzmunu rahat strukturlaşdırılmış formada AI Memories bölməsindən tapmaq olur. Bir daha qeyd edeyim ki, bu Android 16 macOS istifadəçi interfeysi ilə gələn yeni bir imkandır və smartfonun kənar AI düyməsinə inteqrasiya olunubdur. Android 16-dan danışmışkən, cihaz qutusundan Android 16 və Honor'un yeni interfeysi olan macOS 10-dan çıxır. Bu yaxşı xəbərdir, çünki bəzi rəqiblər yeni təqdim olmalarına baxmayaraq hələ də Android 15-də qalıblar. Yenilənmə siyasətində isə dəqiq və rəsmi bir məlumat olmasa da, gözlənti X8D-nin 3 il sistem, 4 ildə təhlükəsizlik yenilənməsi əldə etməsindən yanadır. Amma bu rəsmi məlumat deyil, sadəcə X8C modelinə əsasən olan gözləntidir. Düşünürəm ki, qutusundan Android 16 ilə çıxması onu olduqca aktual bir modelə çevirir və qutu demişkən, qutusundan da uyğun vatlı adapter başlığı, Type-C kabeli və şəffaf кейsi ilə birlikdə çıxır. Ümumi gövdə yenə plastikdən hazırlanıbdır. Açıq mavi, məxmər, boz, məxmər, qara kimi göz oxşayan rəng seçimləri var. Öndən arxadan düz panelə, ötənki modeldən fərqli olaraq isə IP64 yox 65 sertifikatına sahibdir. Lakin bu o qədər də ciddi bir fərq deyil. İstənilən halda tam suya davamlılıq təmin etmədiyinə görə qətiyyən su altında istifadə etmək olmaz. Stereo səs, NFC və 2 fiziki sim dəstəyi də öz yerindədir. SIM-in olmaması da təbii ki, qiymət və segmentinə görə normaldır, amma tərəfsizlik üçün mütləq qeyd etmək lazımdır. 7.5 mm-lik qalınlığa sahib gövdəsi SGS sertifikasiyalıdır. Yəni 2 metrdən aşağı məsafələrdən əlinizdən yerə düşsə, sınma, cızılma və qırılmalara qarşı davamlı olar. Amma düşmə bucağından da çox şey asılı olduğunu nəzərə alın. Məsləhətim elə qutusundan çıxan şəffaf кейsi ilə birlikdə istifadə etməkdir. Baxmayaraq ki, cihaz bu qədər incə gövdəyə sahibdir, lakin daxilində 7000 mAh fantastik batareya həcmi var. Təbii ki, Honor bunu artıq illərdir etibar elədiyi silikon karbon dediyimiz silisium texnologiyasından faydalanaraq eləyibdir. Az fiziki yer tutumu, lakin yüksək sıxlıq. Bu X8D-ni ötənilki X8C-dən deyərdim ki, əsas fərqləndirən elementdir. Çünki keçən ilki cihaz 5000 mAh tutuma sahib idi. Hətta bu il vaxt göstəricisini də artırıblar. Bu smartfon 7000 mAh 45 W'lıq yüksək sürətlə doldura bilir və Honor rəsmi saytında qeyd edilir ki, biz batareyanın sağlamlığına hardasa 6 il zəmanət veririk. Görünür necəsə Honor mühəndisləri karbon silikonun tez sıradan çıxma probleminə də bir həll tapıblar. İstənilən halda bu cihaz 2 gün enerji saxlamaqla enerjidən uzaq yerlərdə işləyənlərin etibarlı tərəfdaşı ola bilər.
Dizayndan, batareyadan danışdıq, indi isə gələk ekrana. Bu il ekran minimal da olsa böyüyübdür. 6.77 düymlük bu panel AMOLED-dir. 120 Hz-lik təsvir yenilənmə tezliyinə, 3000 nits parlaqlığa, 3840 Hz-lik PWM dimming dəyərinə sahibdir. Ümumi mənada Honor bu cihazı üçün flaqman səviyyəli göz qoruma texnologiyasını təqdim elədiyini deyir. Müqayisə üçün deyim ki, X8D ötən ilki X8C-dən daha parlaq və az da olsa daha böyük ekrana sahibdir. Yəni bu smartfonu dəyişmək istəyənlər üçün faydalı qeyd ola bilər, amma tərəfsiz olsam, ekranda olan dəyişimi adi istifadəçi hiss eləməyəcək. İşin texniki tərəfi ilə bağlı yaxşı xəbər var. Bu seriyanın adətən Snapdragon prosesorları ilə gəldiyini bilirik. Bu il isə Honor X8D modelinə Snapdragonun yenicə təqdim olmuş, elə bu segment üçün nəzərdə tutulan Snapdragon 6S 4G Gen 2 CPU-sunu veribdir. Bu ötən ilin dekabr ayında təqdim olunan 6 nanometr arxitekturaya sahib Snapdragon 685-in müasir variantıdır. Sələfindən həm CPU, həm qrafik performans baxımından daha yaxşı işlər görə bilir yeni prosesor. Səmimi olsam, ağır işlər istisna olmaqla gündəlik fəaliyyəti idarə eləyir. Giriş və orta səviyyədə oyun da oynamaq mümkündür. Lakin PUBG-dən 45 FPS-dən artıq nəticə gözləməyin. 8 GB-lıq fizik RAM yaddaşı da genişlənə biləndir. Yəni ROM-dan istifadə edib 16 GB-a qədər artırmaq olur. Lakin nəzərə alın ki, o artan 8 GB virtual hissədir, fiziki RAM yaddaşı deyil. Gələk kameralara və öndən başlayaq. Keçən ilki X8C ilə müqayisədə ön kamera dəyişibdir. Burada artıq 50 yox, 16 megapiksellik kamera var. Bu sabit fokuslu f2.5 diafragmalı standart ön kameradır. Əslində yüksək işıqda performansı yaxşıdır. Sadəcə işıq azalanda diafram və pikselə uyğun görüntülərdə keyfiyyət də azalır. Müqayisə üçün günəş işığı, otaq işığı və az işıqda fotolar çəkmişəm. Ən yaxşısı özünüz dəyərləndirin. Video tərəfində isə göstərici maksimum 1080p 30 FPS-dir. Düşünürəm ki, bu qiymət segmentinə görə kifayət qədər yaxşı bir ön kameraya sahibdir. Arxada yenə 108 megapiksellik əsas və 5 megapiksellik ultra geniş bucaqlı kamera var. Bu 5 megapiksellik kamera olmasa da olardı, çünki o qədər də keyfiyyətli deyil. Burada əsas iş ana kameranın çiyinlərinə düşür. Bu f1.8 diafragmalı Samsung istehsalı kamera ilə həm günəş işığında, həm otaq işığında normal keyfiyyətdə fotolar çəkmək olur. Portret imkanlarına da pis demək olmaz. OIS daha çox fotolarda işə yarayır, çünki video tərəfində maksimum göstərici yenə 1080p 30 FPS-dir. Ümumi olaraq keyfiyyətli bir ön, 2 dənə də arxa kamerası var. Videoda 1080p 30 FPS aşağı göstərici olaraq qalıbdır. Burada heç olmasa 1080p 60 çəkə bilsə məncə pis olmazdı. Amma foto tərəfində X8D qiymətinin tam haqqını verir. Segmentini nəzərə alanda cihazı çox da tənqid eləmək istəmirəm. Amma məndən soruşsanız X8D kamera smartfonu deyil. Qaleriyada olan süni intellekt imkanları proqram təminatı səviyyəsində olduqca mükəmməl çalışır. Magic OS ondan bunu əməlli başlı təkmilləşdiriblər. Ekranda gördüyünüz kimi çox çətin bir yerdə olan detalı rahatlıqla AI Eraser ilə silə bildim. Əlavə olaraq fotodan detalı kəsib çıxarmaq, aşağı keyfiyyətli fotonun pikselini artırmaq, fotonu genişləndirmək kimi imkanlar da bu qiymətə satılan bir smartfonda mükəmməl nəticələr verir. Doğrudur, prosesordan qaynaqlanan emal gec ola bilər. Yəni bu prosesləri icra etmək bir flaqman smartfon qədər sürətli deyil, amma səbirli olsanız mənim kimi mükəmməl nəticələr əldə edə bilərsiniz. Yekun olaraq bu ilə olan ümumi yenilikləri toparlasaq, X8D ötən ilki X8C-dən fərqli olaraq 2000 mAh-lıq daha böyük batareya həcminə, daha yüksək vatlı sürətli enerji doldurma göstəricinə, yeni prosesor, yeni dizayna sahibdir. Ən əhəmiyyətli və gözə batan əlavə isə sözsüz ki, kənar hissəyə yerləşdirilən süni intellekt düyməsidir. Belə bir düymə X8C-də yox idi. Bundan başqa cihazın qutusundan Android 16 ilə çıxmasını və sələfindən bir il daha artıq yenilənmə almasını da üstünlük saymaq olar. Ümumilikdə mənə görə X8D segmentinin əsas oyuncularından biridir. Xüsusən də ötən ilki X8C modelinin Azərbaycanda yüksək satış nəticələri əldə etdiyini nəzərə alanda rahatlıqla deyə bilərəm ki, X8D də bu fantastik batareya həcmi ilə Azərbaycan bazarında özünə rahatlıqla alıcı tapacaq. Son olaraq düşünürəm ki, bu modeldə təkmilləşdirilməli olan yeganə detal məhz kamerasıdır. Ümid edirəm ki, gələn ilki X8i modelində və ya hər necə adlandırılacaqsa, həmin modeldə Honor kamera tərəfinə də bir əl gəzdirər. Yekun sözü isə sizə buraxıram. Əgər X8C istifadə etmisinizsə, smartfonla bağlı müsbət və mənfi fikirlərinizi rəy bölməsində bölüşün ki, X8D almaq istəyənlər faydalansın.